Hər kəsə salam. Bugün sizinlə 9-cu sinif sınav imtahanına düşmüş bir testi müzakirə edəcəyik. Hazırsınızsa başlayaq. Choose the correct variant. Doğru variantı seçin. I couldn't find information I needed on the website. So, I sent them message. Mənə lazım olan informasiyanı saytda tapa bilmədim. Beləliklə də mən onlara bir mesaj göndərdim. Burada bizdən tələb olunur ki, düzgün variantı, düzgün artikelləri tapaq. Bilirik ki, informasiya sözü sayılmayan isimdir və sayılmayan isimlərin qarşısında qeyri-müəyyənlik artikelləri istifadə oluna bilməz. Ona görə də A və B variantlarını çıxırıq. Ancaq sayılmayan isimlərin qarşısında müəyyənlik artikeli istifadə oluna bilər. O halda ki, həmin söz, həmin isim bizə müəyyən olsun, bizim üçün bilinən olsun. Information I needed. Mənə lazım olan informasiya. Sual yaranır. Hansı informasiya? Mənə lazım olan informasiya. Buradan da görünür ki, informasiya sözü müəyyəndir. Ona görə də onun qarşısında biz the artikeli yazırıq. Gəlin baxaq indi message sözünə. Message sözü sayılan isimdir və təkdədir. Biz ilk dəfə danışdığımız sayılan tək isimlərin qarşısında qeyri-müəyyənlik artikelləri istifadə edirik. Biz bilirik ki, qeyri-müəyyənlik artikelləri iki yerə ayrılır. Artikeli və ən artikeli. Əgər isim sait səslə başlayırsa, o zaman ismin qarşısında biz ən artikeli istifadə edəcəyik. Yox, əgər isim samit səslə başlayırsa, o zaman onun qarşısına biz artikeli istifadə edəcəyik. Message sözü də samit səslə başlayır. Ona görə də onun qarşısına biz artikeli yazacağıq. Yəni doğru variant Y variantıdır.